mən bu gedişatın düzgün olmadığını ilk öncə deyəndə Cəsarət Valihov mənim yəni o səhifəmdə olurlar. Bizim axşamlar canlı yayımımız olur müəllimlərlə. Bugün biz sizə qoşulub təşəkkür edirəm. Bütün həmkarlarımız adından, bütün qadınlarımızın adından. Yəni biz həmrəy olmalıyıq ki, bu mənfi yolun gedişatın üzərindən xətt çəkək, milləti xilas edir, mədəniyyətimizi xilas edir. Bugün mədəniyyətsizlik içərisində boğuluruq. Cəsarət Valihov demək biz Mədəniyyət Nazirinə gedəndə daha sonra axın etdilər məktəblərə. Bax burada müəllimlər bir eşidirlər siz canlı yayımızda və orada çıxış edərkən vurğuladı ki, siz bayaq qeyd etdiyiniz kimi kəsilmə olmayacaq, bu datadır falan. Mənə Bakıda Cəsarət Valihov qarşı-qarşı Mədəniyyət Nazirində dedi ki, Güday müəllimə, biz datanı təqdim edib, maraqlandırıb öyrənmək istəyirik ki, bizim nə qədər məktəbimiz boşdur, sizin kimi savadlı müəllimlər direktor təyin olsun. Elə mən Cəsarət Valihovun üzrə orada dedim ki, Cəsarət Valihov, gəlin mənə düzünü deyin. Hansı məktəb direktorunun pulsuz və yaxud adamsız təyin edirsiniz? Burada data söhbəti deyil. Burada məqsəd yönlü digər gedişatlar var. Hər birimiz bilirik. Kör deyilik, kar deyilik, key deyilik. Və Cəsarət Valihov mənim bu xalqın haqqı səhifəsindən bilirdi. Çünki biz mübariz müəllimlər hər yerə gedirdik və o məktəblərə yaxınlaşına vurğuladı ki, o TikTok platformasında bir müəllimə var danışır. Ona qulaq asmayın qətiyyən. İşdən çıxma olmayacaq. Qətiyyən qulaq asmayın. Biz burada yalnız notu bilməyən müəllimlər axtarırıq. İnanın, müəllimlər danışır. Demək, Bakı Musiqi Akademiyasını bitirən müəllimə, Fərhad Bədərbəylidən əla qiymət alan müəllimə bir qiyməti ilə yəni kəsilib. Yəni bir dənə üstə gəlib. Yəni bu gedişat nə gediş? Məqsədi yönlüdür. Mən deyim də, mən ona Cəsarət Valihova dedim ki, siz təhsildən gəlibsiniz mədəniyyətə, Cəsarət Valihov. Təhsildə bilirsiniz ki, dəstəkləyici mühit var, eyni zamanda stimullaşdırma var. Niyə siz müəllimlər dəstək vermirsiniz, stimulu yaratmırsınız? Çünki bilirsiniz, təhsilin imtahanı mən özüm həm də musiqi məktəbi, eyni zamanda orta məktəbdə çalışıram. Mən çox razıyam. Düzdür, onun da bir xeyir olmadı. O bir də müəllim ixtisar oldu. Məktəblərimiz var, uşaqlar hazırlıqla irəli gedirlər. Gəlin düz danışın, heç bir irəliləyiş yoxdur. Amma bugün 5000 orta məktəbin kəsilmiş, gözü yaşlı ailələri var.